Salamlar. Biz gedirik hara? Biz yenə gedirik. Onu demə. Biz yenə gedirik. Gözlə. Adamlar keçirdi, utandım çəkmək onların yanında. Deməli biz bu səyahəti dedim qoy çəkim çünki Dənizin deməli qrup yoldaşının doğum günüdür, ona hədiyyə alacaq. Bunlar həmişə bir-birlərinə verirlər doğum günlərində hədiyyə. İndi gedirik o hədiyyəni seçməyə. Bir-iki dükana da dəyməliyəm çünki mətbəx üçün bir-iki şey almalıyam. Bu dəmir qaşıqla niyə sən nə bilim şirniyyat hazırlayırsan, həm əlimə çox yatqındır. Hamı deyir ki, spatula ilə, spatula. Ay, o qədər dedilər. Alaram amma əlimə bilmirəm, yatqın olacaq yoxsa yox. Nəysə, onun üçün biraz belə mətbəx əşyalar satılan yerə girəcəm. Bir də ki, Dəniz xanımın qrup yoldaşı üçün görək nə alırıq. Ağlımızda bir-iki şey var. İnşallah taparıq. Nə olsa çəkərəm, siz də baxırsınız. Bu da Spatula, ha. sen şey yok şurada. Hı? Taxta spatula var. Varım, ehtiyacım yoxdur. Bunlar nədir? Kovrik. Nə istəyirsən var. Organizerlər falan filanlar. Termoslar. Belə bizimki boydadır ya. Balacadır. Balacadır. Məncə də hər şey balacalaşıb. Ondan da. Razmeri Balaca balacalaşdırıblar. yaxşıdır. Razmeri balacalaşdırıblar, amma qiymət qalıb yerində. Həvəng dəstələrə baxın. Həvəng dəstə. Tık 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 neçədir bu 4 manat. Amma möhkəm şey eləmək olmaz. Bu daha möhkəmdir. Bu daha möhkəmdir. Heyf deyildi. Heyf deyildi bizim vaxtımızdakı şeylər. Nədir o? Həvəng dəstələr dəmirdən belə möhkəm. Bura baxın bax. Bu yumurta qabı Dəniz. Biz neçə aldıq? Burada 4 manatadır. Biz neçə almışdıq? Çox ucuz almışdıq biz. Ha, o nədir? Masajlar. 7.50. O nədir? Velika qaşıq. Dəniz qırağına getmək üçün qoymağa. Neçədir o? Yazmıyor. Bu daha moşunludur. Elə bir ki, daha möhkəmdir. Bu 8 manatdır, ha? Bu. Bu balacadır da 5. Hə, o balacadır, bu balacadır 5 manat, bu yekədir. Mənə bundan lazımdır. Ada, yaxşı, ondan varımız da. Uzun tozları silməyə. Bu vaxtda oxluq, bu cür oxluq axtarırdım, tapa bilmirdim. Axır Türkiyədən getdik aldıq. Türkiyədən aldıq. Burada heç cür tapa bilmirdim. İndi mən Türkiyədən aldım, gəldim. Yoldaşım dolağa qoyulur, deyirdi ki, millət Türkiyədən nə alıb gətirir, mənim ki, oxluq alıb gətirir. İndi orada istəyirsən var. Bunlar nədir? Şey də, bankazar Qıflar, ha, yekə şeylər bu doldurmaq üçün, qıf. Hər razmeri, hə? Çox yekədirlər. Plasmas qablar da var. Bir donu bax, çox. Nə istəyirsən var. Çıxdıq, bulamadık. Hə, bir dənə spatula tapdım. Mən istədiyim cürə yox idi. O da mənim əlimə, buradakı da əlimə yatqın deyil. Onsuz da fikirləşirəm mənə necə işləyəcəm ondan. Yenə indi orada da baxarıq. Orada olar məncə. Nəysə, orada da bir dənə belə xəmxırt yer var. Orada gedib baxarıq. Buradan gedək. Qiymətlərinə bax. Oy, mənim getdi. Bunlara piyanadır bu. Qiymətinə bax. 24 manat. Biz neçə aldıq? Hələ belə almışıq. Ama biz böyle almışıq. Yox, hava oydadır. Heç balacadır. Ruskası özündən böyük. Bu da balacadır. Çox balaca. Ondan biraz böyle olsaydı daha yaxşı olardı. Rüksaklar buradadır. Balacalar da var. Ay dədə, rüksakların da balacaların istehsal ediblər. Abi sən nə bu boyutda var? Çok qəşəng. Burada
Burada yay sumkalar da var. Daha doğrusu dəniz qırağı üçün. Onlar neçədir? Qiymətlərini deyirəm. Var 22 manat. 22.50. Ha. Belələri də var. Bunlar neçə? Bu neçədir? Ha, bu qəşəng neçədir? Ha, bunun qabağı da belədir. 30. Ha, qabağı da belədir. Amma uzun ipi yoxdur. Eyv. Fikirləriniz Dəniz xanım. Nə fikirlərim? Buradakı fikirləriniz. Bir dənə çanta bəyəndik. Çox qəşəngdir. Qiyməti də yəni yaxşıdır. Lap ucuz deyil. Çox da baha deyil. Amma yaxşıdır qiyməti də. Fasonu da mənim çox xoşuma gəldi. Dəniz xanım fikirləşənə qədər biraz elə düşünür, daşınır. Biz gedək. Hə, yaxşı ki baxaq. Açki pastası yox. Zeynəklər. Burada girbələr. Banlı xalatlar, hə? Bunlar yay üçün naziklər. Kapşonlar da var o tərəfdə. Balaca şaxçım var. Burada kilo ilə də qoyub hamısını. Qoyub hamısını kilo ilə. Amma əvvəl ucuz idi, indi kilosunu baha qoyub. Hə, 29 manat qoyub bir kilosu. Hə, yenə də nə qədər baxsan sərf eləyir yenə də. Prosta ki, belə bəyəndiyim bir şey tapa bilmirsən də. Ev üçün qəşəngdir, qız adam bütün bədəndən yapışır. Mən iş görəndə yapışan geyinə bilmirəm. Ha, belə qollusu da var Adidas. Güya Adidas. Uşaq geyimləri də var burada. Bu tərəfdə də böyüklərin geyimləri var. Nə istərsən var. Kepkamı da tərsə saçımı yığdım, uşaq dösə bilmədim. İstəyə. Mehtərliklərdən müşəkləri var. Çıxdıq. Başqa yerlərə baxırıq. Bizim qız biraz basbasıdır. Həmən ölçəyi bəyənməyib gərək. Neçə yerə baxa, sonra axırda qərar verəm. Mən də deyirəm, gedək baxayım, narahat olma. İndi gedirik başqa mağazalara girək. Yaşat. McDonald's. O tərəfdə KFC. Uşaq niyə ağlayır? Ağlayır ya, amma buranın McDonald's yekədir, 2 mərtəbə. Çox yaxşıdır, yekə. Həmişə yer tap. Heç vaxt olmur ki, orada yer tapmayasan. O qədər böyüdür. Bir dəfə çəkmişdim. Nurikdə oynayan yeri də var yuxarıda. Yuxarıda valideynlər, ailələr oturur, uşaqları da oynayan yerdə oynayırlar. Şişəlidir, baxa-baxa. Sən yeməyini yeyirsən. Hamısı damaşıqlar. Nə bilim, nələr. Bir də hər cürə yemək iyi qarışıb bir-birinə. Bu tərəfdə baxan tərəvəz yiyələri baxın. Burada nə iyi istəyirsiniz? Bu da orada dükkan var, gedək ora. 29 manat. Burada ventilator var, 29 manatadır. Markete gəldik, bir-iki şey var baxacağımız. Biz çıxanda nənə bala hamısına baxırıq. Bir dəfəlik. Dedim, gələk buradan da baxaq, gedək. Hələ ki fikirləşir. Ürəyici olan, bir dənə o yüksək oldu, hələ ki başqa bir şey ürəyici olan tapmayıb. Bura böyükdür, nə istəyirsiniz var. Bu marketin 2-ci mərtəbəsidir. Burada məişət əşyaları falan, mətbəx əşyaları, hədiyyəliklər, nə istəyirsiniz var da. Nə istəyirsiniz ha. Spatula üçün burada da baxaq. Görə elə tapıram, yoxsa yox. Danışdım, elə göstərim də. Nə bu? Konfey üçün yox, qoz sındıran nədir? Amma narahat şeydir. Bura bax, salfetka qabıya bax. Telefondan qəşəngdir. Qəribə salfetka qabıda. Sarımsaq əzəm. Əzəmdir o? Yox, çörkadan keçirəm. Yəni, bu boyda şeydən çörkadan keçirə bilmirəm. Mənim sarımsaq əzənim var. Əvvəldən düşür eləyir. Əlbəttə ki, balaca şeydir, onda elə bax balaca bir şeydir. Niyə olmur? Nasıl spatula fason bir şey gördüm. Mən nəyi istəsəm onu tapa bilmirəm. Bilmirəm sizə də belə şey olur yoxsa yox. Nəyi istəsəm mən heç vaxt istədiyim vaxt o şeyi tapa bilmirəm. Sonra zorla tapdım, aldım.
Hara baxsam görəcəm. Harda baxsam görəcəm. Yel orada da ondan idi, ondan istəmirəm. Mən belə necə deyim, biraz yumuşağını istəyirəm. Bunlar daş kimidir. Çünki belə də yəni öyrəşməmişəm də. Qazan qapaqlarına. Şüşəli qazanlar 14 manata, 15 manata yəni. Bu şüşəli qazanları da içində bir şey olmadan qaz üstə qoyub, yandırıb, sonra içinə bir şey töksək, töküləndə partlayır, deyilənlərə görə. Gərək mütləq içində bir şey ola qoyasan. Bu da passalı, mən hövsələm yoxdur, elə ay bu partlayar, ay bu nə, gərgin vəziyyətdə mən yemək bişirə bilmirəm. O gərginliklə, yoxdur burada. Mən istəyən, hə, yoxdur, mən istəyən şeydir, green tea. Yaşıl çay, hə. Yaşıl çaydı amma bunlar şeydir. Bax. Hə, gülüklərdir. Bunlar mən istəyən yoxdur. Biz papa ilə gələndə bura baxmışdıq. Opşum yoxdur, hə. Burada da elə onlardandır. Coca-Cola. Yol çantaları, nə bilim, çamadanlar. Sonra elektrikli məişət əşyaları. Nə? Maşın alsa, maşın Hə, ona elə maşın tərpənəndə fırlanır. Uşaqlığı tutub. Uşaqlar evdədir, tez ol. Burada da uşaqlar üçün oyuncaqlardır. Tavalar, qazanlar, amma qiymətlər baha olur biraz burada. Mən belə düşünürəm ki, marketlərdə daha baha olur. Baxın, bax balacadır. Əvvəl 25 manat olub, indi 20 manatdır. Bu boyda qazanda nə bişirəcəm mən? Kimə satacağım? Bir də Nurik üçün bişirməyəcəm. Belə deyil. $15 manat. Saxsı qablar da var. Şüşə qablar. Filanlar. Bu boyda marketdə nə istəyirsən var. Mən istəyən spatula yoxdur. Belə deyəndə də mənə evdəkilər ələ salır, deyirlər ki, sən bir şeyin çox qəribə fasonu istəyirsən. Yox, çox rahat fasonu istəyirəm. Həmişə ondan daha keyfiyyətlisini heç istəsəm tapmaram. İndi ondan keyfiyyətlisi var, amma ondan şey yoxdur, zəifi yoxdur. Qəşəng suvenirlər falan var. Nə istəyirsiniz var burada. Hədiyyəlik. Güllərin diblərinə tökmək üçün bir ovucda, görə bundan nə qədər alasan? 1 manat 50 qəpikdir, 49 yəni. 1.50. Bundan görə nə qədər alasan? Mənə elə gəlir, Sədərəkdə falan daha ucuz olar. Çərçivələr. Və mən belə evdə süni ağaclara xoşum gəlir əslində qoymaq. Prosta hər adam sevməm, yoldaşım sevmir. Papam da xoşlamazdı. Papam da evdə bir ağac qoyanda deyərdi ki, öz evimizdə də bizim evimizə qarışmazdı. Öz evimizin içində ağac falan qoyanda deyərdi Xristian qəbirstanlığına oxşayır. Papa konserdir. Biraz belə sarafatçıl adam idi papam. Deyərdi Xristian qəbirstanlığına oxşayır. Bu nədir? Xoşlamazdı. Organizerlər var, orqanizerlərdir bunlar. Amma çox bahadır. 20 manata bu olacaq. İçində açırsan bir damcı şey. Bunlar da 17 manat. Biraz böyük. 40 manat da siz ala baxın. İçinə nə yerləşdirəcəksən? Hədə. 2, 4, 5 dənə saat keçəcək. Bunlar nədir ki? Bu ısırqaları qozikdirsə keçirsə. O neçədir? Əlin baxın. 25 manat. Bunlar Sədərəkdə falan ucuz oları dəniz. Bunları Sədərəkdən zaddan almaq lazımdır. Mən bir şey görmüşəm. Bunlar bahadır. Burada bahadır. Makyaj şey görmüşəm. Belə. Məsələn, alsam bu qədər. Kədə prosta bunu qaldırdı. O birilər amma töküyor. Bunu qaldıramaz. Adam ürəyi şişir. Bu daha siz Allah mənə o itdədə. Bunu qaldırdı. Bax belə elədim. Riski belə oldu. Bütün şeylər atlandı. Buradakılar töküldü də. Veşilkalar. Səbətlər.
Çadanlar, çayniklər. Biz qəfədən gidik. Çayniklərdir yəni. Süzgəclər. Bu qədər yer, bu boyda yerdə bir cür spatula var. Yavruçuluq. Bu yekədir ha, neçə nəfər yerləşər buna? Yekədir. 119.99, yəni 120 manatda ha. Bunun içinə su doldurdum. Bir 120 manatda su pulu gələr. Çox hazır. Bu 400 manatdır bu. Bunun içinə oturanda biraz yerlənmək istəyirsən, taraf qalxır yerdən. Gərək yerə onu belə bərkitmək lazımdır. Bu isə 35 manatdır. Balacaqdır. Dərindir. Bunlar neçədir? 15 manat. Yaxşıdır ya. Düşüyor. Burada istədiyimizi tapa bilmədik. Gör nə üçün gəlmişdim mən, nə lazım idi mənə. Tapa bilmədim. Bugün nəsə bir alınmır. İşimiz alınmıyor. Alınmıyor. Nələrə? Necə zəhləm gedir onlardan. Necə zəhləm gedir. Bir ara əl işi çox belə moda düşdü. Çox tezdə düşdü. Zəhləm gedir. Aşağıda da produktlar falan. Burada da qabların falan var. Sən isə Sensin o produktlardır. Nə edirəm axı onu? Sən anlayacaq, mən üçün. Sən üçündür buna var. Nə edirəm bunu? Varımdır da, nə edirəm axı? Bilmirəm. Nə üçün girdin? Çıxaq gedək. Gedək. Alınmır valla, bugün viski alınmır. Nəyə? Hara gedirik, quruya çıxır. Bəzən olur belə udaçlı gün olur, çox belə uğurlu gün yəni. Bugün o günlərdən deyil. Alışveriş üçün. Hediye almağın bir şeyi çok seviyorum. O ne alacağını tapıp almak. Onu düşünüp sonra tapıp almak. Əvvəl düşünmək bir problem. Düşünəndən sonra o düşündüyünü tap. Tapandan sonra da bayram eləyirsən. Tapandan sonra da gəl al. Burada da ayıqçı şeylər. Ayıqçılar. Ayıqçılar. Burada da pijamiklər. Aksesuar yerine girdim. Yine şey bulamadık. İstədiyim bircə dənə alacaqdım. İstədiyim rəngdə ondan tutarmışdı. Mən deyirəm də bugün alışveriş üçün nəsə uğurlu gün deyil. Alınmır. Başqa cürələri var idi. Eminim mən istəyəndən yox idi. Çox qəribədir. Qəşəngliyi gəlir. Elsiyə də girək. Qəşəngliydi, hə. Güzel. Çanta seçemiyor. Son çarədir. Burada gəlib baxaq. Burada baxaq. Sonra görə qərar verəcək xanım qız yoxsa yox. Göremeyeceğim bence. Aha, o rəngi. Bence gerçekten. Neçədir? Gələn xoşlayırdı, ona xoşu gəlirdi. Bence ne hoşlanmış da bu. Hı? 30 almışdım bence. Hı? Yox, 29.99 hələ 30 idi. Hələ 30 idi. Qəşəngdir, xoşun gəldi. Mənim o şeyim kimidir. Bershkadan almışdım ha. Bağlanır Allah. Orta zamok bağlanır da. Ama burada şey Qopub, hə, qopub yəqin. Bu qara sumkalar da qəşəngdir. Bunlar neçədir? 35 manat, 36. Bu yay sumkası 40 manat. Baha deyil, yaman bahalaşdırıb. Platyalar, mlatyalar. Qiymətlər yaman bahadır, elsi də yaman qudurubdur. Qudurub, yaman qudurub. Bunlar ayıqçı şeylər. Şalvarlar. Uşaqlar üçün, bu uşaq yeridir. Gedirik. Ha, yorğun idi oradan. Yoruldu yaman.
gedək, deyir o dükana yenə gedək. Tamam, dərindən baxaq, sonra qərar verək. Ağa deyir, sür dərəyə. Biz gərək o gün çıxdığımız gün alacaq. O gün çıxdığımız günü alacaqdı. Söylə, yenə həmin şeylər var da. Yolu keçək. O gün çıxdığımız gün şeylər elə var da, həmin şeylər var da. Amma bir dəfə çıxıb almış olacaq. Bir dəfə çıxıb almış qalsın ayına. Həm də həmin gün uğurlu gün idi. Çox uğurlu alındı işimiz. Bu dəfə alınmaq bilmir. Gəldi yenə qalxacaq yerlə. İstədiyim spatula tapa bilmirəm. Hə, vedrəsini istəmirəm. İstədiyim spatuladan tapa bilmirəm. Sonra deyirlər sən çətin adamsın. Qacar. Nə istəyirsiniz var? Burada ventilator. Pensetin də qiymətinə bax, spatulanın da. O ikinci çıxartdığı da tut əlində. Deyir, onun rüqzaqa ehtiyacı var. Rüqzaqlara baxırıq ona görə də daha çox. Necə ehtiyacı var? Ben deyirəm ki, vəziyyəti pisdir sumkanın. Rüqzaqa deyir, qızın ehtiyacı var. Yəni ehtiyacı olan bir şey alın da. İndi seçim edirik ələk. Olmuş ondalar var. Aç çiynivə də, belə bilməriyək. Qəşəngdir. Bundan sonra yekə qəşəng. Nəhayət Dəniz xanım bəyəndi bir dənə qəşəngin. Bahalısıydı amma ən bahası o idi. Ən yaxşısı da o idi. Dedi ki, ürəyimcə qoyulsun, verəndə də xoşuma gəlsin də. Elə ən yaxşısı da o idi. Onu aldıq. İndi gəlmişəm bura görüm spatula. Neçəyə ya daha doğrusu istədiyim var mı? Burada nə istəyirsiniz var? Ha, burada spatula var. Pinset prosto baxay pinsetlərə görün, pinset var mı? Burada nə istəyirsiniz var? Ne uyduk, yorulduk. Çok ciddilikdə. Orada maşını elə saxlayıb. Dəniz demiş ki, hamısı puldan prava alanlardanız. Yolun ortasında saxlayıb 2 nəfər oğlanla qız maşının içində ha hırıldayırlar, pəncərəni də açıq qoyublar. Hırıldayırlar, yolu bağlayıb. Biz elə belə o maşının yanından keçəndə yanımızdan keçən maşın araya girə bilmiş. Orada saxlayırlar gecbəsər. Maşının içində də qalıb ha. Nə bilim Allah. Özü nə qədər də qabaqda boş yer var. Parkovka yeri var. Pulunu park eləyə bilərdi maşını ora. Götürüb qalıb yolun ortasında. Nə bilim Allah, hər an baş bir cür işləyir. Nəysə, evə gedək. Eve gedək, su içək, su. Gedək, düz 2 saat. Haradasa 10 dəqiqədir ki, biz çöldəyik. Gedək evə, göstərim hansı sumkanı aldı Dəniz. Belə. Böyle bir şey. Bunu aldı. Yes. Ay, ne qəşəngdir. Məncə də. İçin boşaltdırmadı. Qiyməti gör üstündə deyil, ayıbdır. Həfisya. Bir şey qoydum. Telefonumun zaryadkası qutarmaq üzrədir. Ona görə zaryadkaya qoyub indi belə çəkirəm. Nəysə, getdik. Haradasa 2 saat, 40 dəqiqə falan gəzdik də. Amma ki, ilk vaxtdan elə əvvəldən bu çantanı gözümüz tutdu da. Mənim də xoşum gəldi, Dənizə də xoş gəldi. İndi bayaq deyirəm ki, Dənizə gərək elə əvvəldən elə bunu alaydıq, çıxaydıq da. Belə buna xoşumuz gəlmişdi, gərək alıb çıxaydıq. Amma Dəniz də deyir ki, yəni o birlərə baxmayaydı. Elə haradasa 20 dəqiqə, yarım saat çəkəcəkdi bizim gedib gəlməyimiz. Tez də qutaracaqdı. Sonra amma Dəniz deyir ki, başqalarına baxmasaydı, başqa mağazalara baxmasaydı ürəyimizdə qalacaqdı. Hə, düzdür. Deyəcək, bəlkə başqa bir şey gördük, bəlkə daha ondan da yaxşısını gördük. Ürəyimizə yəni bəlkələr olmadı da. Rahat oldu, yaxşı oldu ki, yəni hamısına baxdıq. Yəni evimizə ətrafında olan dükanlar hamısına, yaxşı dükanlar hamısına baxdıq. Buna bəzi dükanlara heç çəkmədim, çünki elə mahnı buraxıblar ki, danışdığım eşidilməyəcəkdi. Bəziləri var idi, 2 dənə dükanda çəkməyə icazə vermirdilər. Ona görə yəni çox yerə girdi, amma hamısını çəkə bilmədim də. Ona görə də nəysə, əsas odur ki, ürəyic oldu onun da. Dil verəndə də belə qızın da yəni ona ehtiyacı var da, hələ baş qoşmur yəni almağa da, vaxt yoxdur, çünki bunların imtahan vaxtlarında falan. Yəni ki, bir insan elə yəni o ay bundan elə mən almaq istəyirdim. Nə yaxşı sən aldın, elə şey adama verəndə çox yaxşı olur. Mənə elə gəlir, mən üçün belədir. Nəysə, belə. Siz də yaxşı günlərdə gəzin, yaxşı günlərə
Həmişə belə gözəl günlər üçün hədiyyələr seçin.